Bir dəqiqə deyəni, bayaq məlumat almışam ki, bu İrandan atılan raketlərdən biri gedib Türkiyə tərəfə, onlar havada vurublar. Ondan sonra canıma səksəkə düşübdü biraz. Deyilənə görə hər göydə vurublar. Hər ehtimala qarşı ehtiyatlı olmaq lazımdır. Bəli, düzdür, Hindistandan bir neçə növ çeşid raket almışıq. İndi hər raketə etibar yoxdur axı. Nə bilirsən içində nə var, nə yox. Raketdə dini yox, imanı yox. Belə getmədi, getdi belə. Hər ehtimala qarşı ehtiyatlı olmaq lazım. Mən bayaq eşitdim ki, dedilər Fransada müharibəyə qoşulubdur. Macron demədi, burada oturanlar mənə dedilər. Mən Macronla çoxdan danışmıram ama. Əvvəl görürdünüz də Fransaya çox gedirdim, ancaq Gürcistana da gedirəm. Uzaq qohumdansa yaxın qonşu yaxşıdır. Az öncə söhbət açdığım o Hindistan raketləri ilə bağlı istəyirəm sizə burada məlumat verim. Çox möcüzəvi bir raketlərdir. Jogadır. Bu Hindistan raketlərinin bir özəlliyi var. Tanso, Disko, Jimmy, Xatuba 4 növdə raketlərdir. Növbəti etapda da bomb raketlər gələcək. Raketdə alaq lazım olmaz, kinoyaza da çəkərik. Nə çox aktyor Sarkisyandır, Koçaryandır. Ondan sonra adı da qoyarıq Sarkisyan və 40 quldur. Niyə yoxdur deyə, axşamadan demirdilər biz bizik, kendroz belə gəzirdilər. Tutulmasaydı buralarda olsa Arak yaxşı rol aparardı, belə vuraram, dağıdaram deyə.